Hər yeni cücə qəbulu zamanı əvvəlki cücələrdən qalan üzvi kimyəvi maddələr hamısı təmizlənir. Bunun üçün təsərrüfatda dezinfeksiya işləri aparılması vacibdir. Təsərrüfatda deməli aparılan işlərdən biri mexaniki təmizləmə işləridir. Mexaniki təmizləmə işlərində peyin qalıqlarıdır, yem qalıqlarıdır, hamısı təmizlənir və bundan sonra təmiz təzyiq altında su ilə yuyulur. Nəmli təmizləmə küməsdə aparılmalıdır mexaniki təmizləmədən sonra. Nəmli təmizləmə də o deməkdir ki, təzyiqi yüksək olan su ilə tavanı, hər yer yuyulmalıdır. Lazım olan hallarda yuyucu maddələrlə təmiz küməs yuyulub qurtarılır. Kimyəvi təmizləmə dezinfeksiyada ən vacib işlərdən biridir. Hidrogen peroksiddən istifadə olunmaqla küməs təmiz yuyulur, yem qabları, su qabları yuyulub qurudulur və küməs qapalı vəziyyətdə saxlanılır. Kimyəvi dezinfeksiyadan sonra bütün avadanlıqlar qurudulur və 3%-li əhənglə ağardılır. Bu həm küməsin işıqlı görünməsində, həm də apilkanın altının dezinfeksiya olunmasında böyük rol oynayır. Küməsin yatağını əsasən ağac yonqarından sərirlər. Ağac yonqarı həm nəmişliyi çəkir. Bunun qalınlığı da 3-7 sm olur. Bu həm cücənin gəlməsindən 3 gün, 5 gün əvvəl vurulub, üstündən də formalin qazasiyası aparılır və küməs açılmır. Cücə qəbulu zamanı ən vacib işlərdən biri biotəhlükəsizlikdir. Biotəhlükəsizlik də o deməkdir ki, küməsə kənar şəxslər girə bilməz, paltarlarını, ayaqqabılarını dezinfeksiya etmədən hətta küməsin işçiləri də küməsə girə bilməzlər və cücənin gəlməmişdən qabaq küməsin istiliyi 31-35 dərəcə olmalıdır. Balaca fanlar da işləməlidir. Çünki içərinin havasını dəyişməlidir. Cücələr küməsə gələn kimi təhlükəsiz yem və su əldə etməlidir. Apilkanın üstünə kağız sərildikdən sonra 70%-ə qədər yem səpilir. 50-70 cücəyə bir dənə yem qabı, 12 cücəyə bir dənə nipel sistemi lazımdır. Nəticə olaraq bütün bu göstərilən mərhələlərdən sonra cücə sağlam böyüyür və yaxşı nəticə verir.